Eşitdim ki Bakıda beynəlxalq kitab sərgisi keçirilir. Kitabımı da aldım, düşdüm yola. Sərgiyə elmlərdən, 28-dən və Koroğludan pulsuz servislər gedir, gəlir. Hər gün müəyyən saatları var. Öz Instagram səhifələrində qeyd olunub. Düzdür, o saatlarda gəlməsələr də ən azından ödənişsiz şəkildə gedib gələ bilirsiniz. Rahatdır, konforluydu, geniş idi. Burada da görürsünüz. Expo Center'ın şüşəli divarlarında fit check etdikdən sonra yavaş-yavaş daxil oluram sərgiyə. Sərgiyə daxil olan kimi elə ilk mənim ən sevdiyim nəşriyyatlardan biri olan Parlaq İmzalar nəşriyyatı diqqətimi çəkdi. Burada da gördüyünüz kimi bir çox kitablarda, demək olar ki, hətta bütün kitablarda endirimlər var idi. 30%-ə qədər, 20%-ə qədər endirimlər var idi. Həmçinin sərgidə belə xüsusi güşələr də var idi. Xüsusilə də bu yuxarıdan asılan kitablar fikri, ideyası mənim çox xoşuma gəldi və estetik olaraq da çox gözəl görsənirdilər. Həmçinin bir çox universitetin də bu şəkildə güşələri var idi. Bu da Canım Tibb Universitetinin stendi idi. Təbii ki də ən çox marağımı çəkən stendlərdən biri də Qanun Nəşriyyatının stendi idi. Çox maraqlı, gözəl kitablar var idi və 30%-ə qədər, 20%-ə qədər endirimlər var idi. Ən çox endirim isə TİAS-ın stendində idi. 70%-ə qədər burada endirimlər var idi. TİAS-ın bu nəşrlərinə aşiqəm. O qədər gözəl görsənirlər ki, keşkə hamısını alsam. Və bu da Librafon stendi idi. Burada da 20%-ə qədər endirimlər var idi. Və sərgidə ən çox diqqətimi çəkən hissə isə bu şəkildə xarici ölkələrin stendləri idi. Düzdür, dolu-dolu olmasalar da maraqlı idilər. Oktyabr ayının 7-sinə qədər davam edəcək 11-ci beynəlxalq kitab sərgisinə məncə hər biriniz ən azı bir dəfə gedin. Pulsuz servisdən istifadə edərək gedib gələ bilərsiniz, endirimlərdən yararlana bilərsiniz və ən əsası isə gözəl, səmərəli vaxt keçirdə bilərsiniz.